Hər vaxtınız xeyirli olsun dostlar. Bu gün sizlər üçün Lənkəran mətbəxinin şahı olan turşu kabab hazırladıq. Nənənin əllərindən yenə də sağ olsun. Hazırlayan hər bir kəsin də əlləri qolları var olsun. Çox möhtəşəm və dadlı reseptdir. Hələ də bu resepti sınamamısınızsa, sınamağa dəyən bir reseptdir. Turşu kababımızı qazmaqlı plovumuzla servis eləmişik. Buyurun reseptimizlə tanış olaq. Mal ətini doğramışıq, bu tuş kebaba doğranmış ət də gedir, çəkilmiş ət də gedir. İndi doğranmış ətimizi qoyuruq əvvəl biraz qaynasın. Yəni bu tikə ətində olan formasıdır. Bəli, bu tikə ətində olan formasıdır, bu qaynasın. Biz hardasa 3-4 nəfərlik hazırlayırıq, ona görə az götürmüşəm. İndi çox istəyənlər... Qaynadıb kəfini alacaq, içinə duz əlavə eləyəcək yoxsa yox? Hə, qaynadıb kəfini alıb duz əlavə eləyirik, sonrasını göstər. Tuş kebabı ilə də hazırlayırlar, qoyun əti ilə də. İndi bugün mən mal əti ilə hazırlayıram. Hardasa bizdə 1 kilo ətdir. Ətin 300 qramını qaynatmışam belə tikələrə. Qalanını da çəkirəm. Buna 2-3 qısok belə quzu quyruğu vururam ki, daha dadlı olsun. Ət üçün bizə 2 dənə orta soğan lazımdır. Cəfəri lazımdır. 2 dəstə gördüyünüz kimi qalın yerlərini kəsirik, incə yerlərini saxlayırıq. 1 dənə sarımsaq lazımdır. 2 dənə də belə şüyüd. Bir istiot duz zövqə görə vuracağım. Bir də badımcan qoyulur. Dəmə qoyanda üstünə. Badımcanı da kəsirik ortasını. Duzlu suda qoyuruq, sonra qızardırıq. Tuş kebabın üstünə. İndi biz əvvəlcə əti çəkirik. Ətəyə duz vururuq. Zövqə görə istiot vururuq. Ətə duz vurmuş deyə ona görə biraz az vurdu. Sizdə də zövqə görə vurulur. Hə, indi bunu qarışdırırıq. Əti yaxşı qarışdırandan sonra bu çəkdiyimiz göyün yarısını bu ətə qatırıq ki, bu ətdən kiftələr düzəldəcəyik, balaca kiftələr. Ətə qarışdırırıq. O qalan göyün yarısını da qızardacam tavada. Evdə əritdiyim təmiz kərə yağıdır. Tavaya təmiz kərə yağı tökürük belə bolluca. Bu biraz yağlı paran yeməkdir. Yağı çox olanda daha dadlı olur. Yəni biraz möhkəm danışsan Allah. Götürürük evdə əritdiyimiz kərə yağını, qəşəng tökürük bunun üstünə. Tavada əriyir. Əriyən kimi bu saxlamış deyə göyərti. Yaxşı eləmiş. Bu göyərtini indi tökürük bura qızardırıq. İndi bu nə vaxta qədər qızaracaq, mən onu deyəcəyəm ki, bu necə qızarır. Nədən biləcəyik ki, bu tam qızardı. Tavan da yaxşı qızmayıb, aynı. İndi qızacaq. Bir fikir verdiniz. Yaşlı arvadsan da bir söz deməyəcək. Radyetimdir. Vasif, o göy qızarana qədər, bu abqoradır. Abqoradan biraz qabın dibinə tökürük. Sonra başlayırıq. Abqora barəsində də biraz açıqlama ver. Abqora üzüm kal olanda onu dərirlər, qora düzəldirlər. Yəni qoranın suyu. O turşuluq verir. Qora deyəndə üzüm suyu da. Hə. Limon duzu yox, abqora vuranda daha dadlı olur. Yəni sırf Lənkəranlılar abqora vurur da. Hə. İndi bu ətdən əlimizi abqoraya vurub qoyuruq. Qəşəng çəkdiyimiz əti kiftələr eləyəcəyik. O qızarana qədər biz də kiftələrimizi hazırlayaq. Olmaz ki, onun içinə bir dənə yekə kiftə düzəldəsən sırf mənim üçün. Yox. Hamısı eyni boyda olmalıdır. 5 dənə yeyərsən, 10 dənə yeyərsən. Yaxşı. Arada bunu qarışdırın ki, yanmasın.
Burada kiftə eləyək, onu da qarışdırırıq. Bir də kiftə düzəldəndə çalışın əlinizə oraya vurun ki, kiftələr açılmasın. Nənə, bu təmiz bu İtalyanlar pesto sosuna oxşadır bu. İtalyanlar bilsə ki, sənin qəşəng belə türk kebabın var, heç pesto mestoza da hazırlamazlar. Əlbəttə, İtalyanlar bizə tuş kebabı nədir? Tuş kebab pişirər. Və pestodur, nədir ondan eləməz. Sağ ol eynən. Vasif, göyərti qızardı, uca hazırdır. Göyərtin qızarmayını da qaşığa götürəndə görsən qaşığın içində qaynayır. Əgər qaşığın içində qaynayırsa, deməli hazırdır. Götürürük ki, ətləri yavaş-yavaş yığırıq bunun içinə ki, bunlar da biraz qızarsın yağdan, azcıq. Əgər bunu göyərti tam qızarmamış töksək, yemək acı çıxacaq. Göyərtin acılığı. Yəni qaşıqda qaynamalıdır da göyərti. Nə yanmamalıdır, nə də çox göy qalmamalıdır. Göy qalsa göyərti acılığını verəcək. Bunu ətlə də biraz qızardırırıq. Mən indi yeganə insanım mı bunları mənə deyirsən? Heç gəlinlərimə vermirsən bu resepti zadə. Sənə verirəm ki, sən öyrən, bala bişir, hamı yesin, sənin əlindən dadlı çıxır. Həm də ki, milli mətbəximiz inkişaf eləsin. Başqa ölkələrimizdə tanısın. İndi bu biraz qızardı, qızarandan sonra abqora tökürük buna biraz. Qalan abqoranı yoxsa? Hə. Qalan abqoradan tökürük buna. Abqora ilə də biraz qarışdırırıq. Əti qaynatmışdı, onun suyu qalıb, bulyon. Həmən bulyonu da tökürük yeməyimizin üstünə. Gördün? Gördüm. İndi buna duz tökmürəm. Deyəcəksən niyə? Dedim ucu. Ona görə ki, abqorada duzludur, abqoraya duz vururlar ki, xarab olmasın. Bir də əti qaynadanda mən həmən ətə duz vurmuşdum. Vaysa bu qaynara düşəndə götürük kiftələri yavaş-yavaş tökürük bunun içinə. Kiftələri bir-bir götürüb tökmək olmaz. Çünki bir-bir tökəndə hamı əzilir. Amma belə tökəndə daha yaxşıdır. Bunu qazanda da bişirmək olar. Amma mən özüm tavada bişirirəm ki, kiftələr əzilməsin, bitov-bitov qalsın. İndi bu biraz özün tutsun, ağzını qoyuram, biraz kiftələr pişsin. Bişəndən sonra biraz badımcanları da qoyacam üstünə. Bax, görürsən, uca hazırdır. Kiftələrin pişməyinə az qalır. Bu momentdə badımcanları da qoyum üstünə. Moment kimdir? Momentdir də dəqiqə. Beş dənə bəsdir, çünki az eləmiş idi, 3-4 nəfərli idi. İndi ağzını qoyuruq, 10 dəqiqədə qaynasın, 10 dəqiqədən sonra hazırdır, götürüb yeyəcəyik. İnşallah. Bax, tuş kebabımız hazırdır, yağa düşdü. İndi onu boşqaba çəkir. Nə gözəl görünür, ay nənə. Əllərinə sağlıq. Bu tuş kebabı çörəklə də yeyirlər. Sonra bunu... Sən bir amma çörəklə verməzsən. Əlbəttə, nənən öyrəyib ki. Sağ ol, ey nənə. Gör, nənə sənsin nə gözəl qazmalı aşlar. Əllərin, qolların var olsun. Turş kebabımız da hazır oldu. Hazırlayan hər kəsin əlləri, qolları var olsun. Kanalımıza abunə olmağı və videomu bəyəndinizsə bəyənmək tuşuna basmağı unutmayın. İnşallah növbəti videolarımızda görüşmək üzrə. Hələlik.